Salamlar, sayğılar əziz dostlar. Bu cələsə Lalələr mahnısının amuzişinə başlayıram. Bu mahnı la kökündə yazmışam. La kökündə çalacağıq. Tiyunerdə köhləsək at simlərimizin kökü. Orta simlər. Və üst simlər. Bu mahnıda silərimiz si bemol işlənəcək. Tuğla ahəngidə nə mənə si desəm mənzurumuz si bemoldur. Ritmimiz 6-8'dir. Mizan be mizan və mizrab be mizrab amuzişinə başlayıram. Kullu cələsənin icrası iki halətdə, yəni həm aram halətdə, həm səri halətdə cələsənin və videonun axirində olacaq. Başlayırıq indi amuzişə. Əvvəldə iki mizanı əvvəlin çalğısı bu halətdədir, çalım, keçək amuzişinə. Bu iki mizanın əvvəlin çalğısı idi. Bu halətdədir ki, birinci barmağın lada bir qədəmlik termol eləyirik. Bir ilə yenirik si bemolda termol eləyirik bir qədəm. Bir ilə yenirik doda 2 qədəm termol. Aram hərəkətini çalsaq bu cürdur. Notları olur solfeji. La, si, do, la, si, do. Bu iki mizan əvvəl. Üçüncü mizan çalğısı bu halətdədir. Bir dənə sukutdur. Eləyə bilirik o sukutun yerinə ortasına bir mizraf vuraq. Es. İdamədə ikinci barmağın re bemol pərdəsində rastı mizraf. Doda çəp mizraf. Dubara re bemolda rast. Üçüncü barmağına mi bemolda çəp. Aram hərəkətini çalım. Es, re, do, re, mi. Səri haləti olur. Es, re, do, re, mi. Bura kimin 3 mizan oldu. Əvvəldən aram ritminə çalsaq bu cür oldu. Notları olur. La, si, do, es, re, do, re, mi. La, si, do, es, re, do, re, mi. Bu halətdə oldu. Dördüncü mizana geçək. Çalğısı bu halətdədir.